Elə bilirsən, elə ilk mağazamdan belə əla satışlar eləmişəm. İndiki vəziyyətə çatmaq üçün sənə deyim, rahat 7-8 mağazam bağlan. Çünki bəzi xırda məqamlar var idi ki, onlardan qətiyyən məlumatım yox idi. İndi sənə onlardan üçünü sıralayacağam. 1. Məhsulun birbaşa şəklini yükləyib eBay-ə atma. Biz məhsul tədarik etdiyimiz saytdan şəkli yükləyib eBay-ə atanda, eBay artıq onun kodlarını görür. Və bu kodlarda eBay-in daxilində icazə verilir. Botlar tərəfindən suspend olunur. Və botlar tərəfindən suspend olunandan sonra da sizin artıq satış eləməyiniz dayanır. 2. Məhsulun açıqlaması. Məhsulun açıqlamasını məlumatda doldurarkən, cəmaət götürür birbaşa kopya aldığı kimi yapışdırır. Bu sonra da hesabları suspend olanda gəlib soruşurlar ki, bəs niyə mənim hesabım suspend oldu? Buna görə də diqqət eləməlisiniz. Orada sizin kodlar botlar tərəfindən aşkarlananda təhlükəli hal kimi qeyd olunur və sizin hesabınız izlənməyə alınır. İzlənməyə alınan hesabda restrikt olunmuş hesab olunur. Üçüncü məsələ isə spesifikslərdir. Orada qeyd olunmaması gerəkən bəzi məlumatlar var. Buna hansı ki aiddir? UPC kodlardır, məhsulun brendidir, vero məhsulları qeyd olunandır. Sizə bunun kimi 14 dənə maddə sıralayaram. Lakin videomuz o zaman çox uzun olacaq. Bunları daha xırdalıqlarına kimi bilmək istəyirsənsə, bütün maddələrə qeyd edəcəyimiz təlim videolarımız var. Təlim videolarından bütün detalları əldə etmək üçün şərhlər hissəsində eBay yazmağın kifayətdir. Mən özüm sənə yazacağam. İzləmədə qalın.